2026-cı ilin iyunun 3-ü salam mən gözəl, mənə dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gedək sabaha, ayın 3-ünə. Gün ərzində nə gözləyir? Pul yolları da nə gözləyir? Və şəxsi həyatda nə gözləyir? Sabahki gündə bir insanla gün bağlı olacaq. Nə insandır? Bir insanla gün bağlı olacaq. Bu insan ya sizin yəni ümumi baxışda da, ümumi baxışda bir konkret adamı demək çətin olur. Bu insan sizin yaxın adamınızdır və ya yaxınlıqda qalır, qonşudur, ya evizə tez-tez gedir də, yəni evizə yaxındır bu adam. Bu insan sizə qarşı nə isə sözü var, nə isə sizin haqda bu insan bilir və bu bildiyi kimə isə danışmaq çalışacaq sabah. Yəni qeybətinizi qıracaq, dalgıca danışacaq, nə bilim, məcburen də dəqiq nə deyirlər buna. Yəni bu insan sizin dalınca danışacaq. Siz bunu hiss eləyəcəksiniz. Gün orta vaxtında hiss eləyəcəksiniz ki, elə bir, bəlkə, nə bilim, qulağınız qızaracaq, ya stəkan əlinizdən düşəcək, bəlkə əlinizi kəsəcəksiniz. Yəni elə bir moment olacaq ki, siz hiss eləyəcəksiniz ki, nə isə sizə, elə bir sizin enerjinizə, sizin adınıza nə isə toxunmaq var, yaxşı toxunmaq deyil. Mən isə şəxsi baxışdan əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-nə bitən WhatsApp və Max nömrəmdir. Yazırsınız, ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan kimi mən sizə cavab verəcəm. Zəng vuranları avtomatik atıram bloka. Gündüz çox ehtiyatlı olun və gündüz ehtiyatlı da olmalısınız. Çox şey danışmayın. Vəbşə ümumi götürəndə öz haqda əgər nə isə gizli bir şey varsa, niyə hamıya danışırsınız? Daha yaxın adamınıza. Həyat indi elədir, indi elə zamandır ki, insan insana inanmaq olmur da, başa düşürsünüz, hərə öz xeyrisini güdür, hərə öz vıqıdısını axtarır da. Siz danışırsınız, özünüzdə podstavit eləyirsiniz. Axşam da vaxtı diqqətli olun öz hərəkətlərinizə. Pulda biraz xərciniz çıxacaq, fikirləşdiyindən biraz çox çıxacaq xərciniz. Ona fikir verməyin, əlinizə pul gələcək 1-2-3 günə. Amma mənə çox bu sizin qeybətinizi qıranan maraqlıdır. Şəxsi həyatla bağlı danışaq olur.